Elə bir maraqlı misalın həllinə baxaq. 88 faktorialın sonu neçə sıfırla bitər deyir bizə. 88 faktorial, ümumiyyətlə faktorial nə deməkdir? Məsəl üçün, hər hansı bir ədədin faktorialı bizə deyirsə, birdən həmin ədədə qədər bütün ədədlərin hasili nəzərdə tutulur. İndi bizə 88 faktorial deyirsə, birdən 88-ə qədər bütün ədədlərin hasili nəzərdə tutulur. İndi bizə birdən 88-ə qədər ədədlərin hasilinin neçə sıfırla bitməsi üçün bizə lazımdır birdən 88-ə qədər ədədlərin içərisində neçə 5 vuruq var. Bunun üçün nə edirik? Deməli, həmin bizə verilən bu ədədi deməli 5-ə bölürük ki, ta ki aldığımız qalıq, aldığımız daha doğrusu nisbət 5-dən kiçik olana qədər. Yəni bu nəyə görə olur? Yəni birdən 20-ə qədər ədədlərin hasilində mən sizə bunu göstərim. 6 vurulsun, 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 10, 11, 12, 13, 14, 15 vurulsun, 16 vurulsun, 17 vurulsun, 18 vurulsun, 19 vurulsun, 20. Biz baxarıq ki, burada biz sıfır yaradan ədədlər hansılardır? 2 və 5. Yəni biz 2 və 5-i bir-birinə vuranda, yəni x sıfır yaradan ədədlər 2 və 5-dir. Biz baxırıq birdən 20-ə qədər ədədlərin içərisində neçə 2 var? Bir 2-nin özü, bir 2-nin tərkibində, bir 4-ün tərkibində var. 2 vur 2, burada 2 dənə var. Bir 6-nın tərkibində var. 2 vur 3. Bir deməli 8-in tərkibində var. 2-nin kubudur. Bir deməli 10-un tərkibində var. 2 vur 5 var. Burada var. 2 vur 3 var. Burada 2 vur 7 var. Burada 3 vur 5 var. Burada 2 vur 9 var. Burada 2 vur 5 var. Biz burada baxırıq ki, 2'lerin sayı 5'lerin sayından çoxdur. Burada 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə nə var? 2 var. Amma 5'lerin sayına bax. 1, deməli 1 5'in özü, 2, 3, 4. Deməli 4 dənə 5 var. Deməli biz burada 0 almaq üçün bizə deməli 4 dənə 5 olduğu kimi 4 dənə 2 lazımdır ki, biz həmin 2 və 5'ləri bir-birinə vurub nə alaq? Sonu 0-la bitən bir ədəd alaq. Ona görə biz məsələn hər hansı bir hasilin sonunun neçə 0-la bitməsi üçün biz həmin bizə verilən ədədi yəni 5-ə bölməliyik. Ta ki alınan qismət 5-dən kiçik olana qədər. 88-i 5-ə bölürük. Deməli düşür. Bir dəfə 3, daha doğrusu 5, 3, 38, 7, 35 qalıq bizə lazım deyil. 17-ni bölürük 5'e, 3 dəfə 5, 15, daha doğrusu 5'e bölürük. 3 dəfə 5, 15, 2. Burada baxırıq 3'ü 5'e bölmək olmur. Buradaca bölməni yekunlaşdırırıq. 88'i 5'e bölürük, oldu 17. 17'ni 5'e bölü alın 3. Alınan qismətləri topluruq. 17 üstə gəl 3 bərabərdir 20-yə. Deməli 1-dən 88-ə qədər ədədlərin hasilində 20 sıfır var.